Her vaxtın şey çözən insanlar. Bax görürsünüz, limonun əkilmə qaydasını başa salacağım sizə. Bu əkilmə qaydası limonun meyvə verməsi üçündür. Biz satış üçün bunu əkirik. Kimsə də alanda aparır onu təzədən həyətində onu yerə keçiriləcəkdir. İndi biz bunu bu formada hazırlayacağıq ki, müştəri cəhətdən kimsə bunu avqust ayında gələcək, meyvəli alıb aparıb həyətinə keçəcək. Bax, bu qayda. Hər şeyi düzgün eləmək lazım. Torpağını, havalandırmasını, hər bir şeyini. Görürsünüz, deyirsiniz ki, örgətmişsiniz. Biz hər zaman nəyəsə örgətirik. 4 dənə deşik açılıb, yandan deşik açılıb. Bu gördüyünüz torpaqdır. Zəngin torpaq tapır. Əgər istəyirsiniz ki, ağacını düzgün qaydada formalaşma geçsin, bu getdi. Ondan sonra alınan ağaçdır. Biz də gətiririk, qablara çeviririk və qablara çevirəndən sonra meyvəli şəkildə də avqust, sentyabr, oktyabr, noyabr aylarında satışda olur. Və gördüyünüz qabı kəsdik, hazırdır. Bu formada. Bu qab getdi. Ondan sonra bax bunun alt hissəsi var. Bax görürsünüz. Bunun bu torpaqları var. Bu torpaqlar 50% boşalmalıdır. Sonradan mənə sual verməyin. Ən ətraflı, ən gözəl barədə başa salırıq. Bax bu formada tərpətdik, keçirdik bu qaba. Bax bunun burada aşağıda budaqlar görürsünüz. Bax bu mənasız budaqdır, bu mənasız budaqdır. Bax buradakı mənasız budaqdır, kəsilməlidir. Bu budaq qalacaq yerində. Bu budaq çünki aşağıda meyvə verəcək. İlkin ildir, deyən ona görə. Düzdür, üstündə çiçək yoxdur, amma az meyvə verəcəkdir. Bax bu formada ən azından 6, 7, 8 ədəd meyvə verəcək. Sonra kimsə onu alanda, bax, sonra da bax buradakını tərpətsiz. Bax bu formada. Tüm qaydaları başa salıram. Görürsünüz, bax burada incə köklər var. Bax bu köklər təzə torpağa oturacaqdır. Ondan sonra başlayacaq qidalanmağa. Və sonra da qida verirsiniz. Yəni indi yox, həmən yox. Yəni üstündən bir ay keçirmən sonra. Və bu formada torpağı düzgün lazım. Çürüntülü, ciddi zibilli torpaqda, yəni belə deyək də, yarpaq çürüntüsü, mineral maddələrlə olan torpaq, gübrə ilə zəngin olan torpaq yox, mineral maddələrlə olan torpaq, bitkilərlə qarışıq olan torpaq. Və bu formada hazırladınız. Ondan sonra biz bunu gözləyəcəyik, yarpaqlama devri. Sulayacağıq, yarpaqlama devri başlayacaq. Bax görürsünüz, yarpaqlama devri başlayır. Ondan sonra çiçəkləyəcək və ən azından 6, 7, 8 ədəd bu ağaçda meyvə saxlayacaq. Və biz bunu da satışa verəndə müştəriyə deyirik ki, apar bunu yerə ək, apar bunu da saxla yox. Əgər mən desəm ki, kiməsə də ki, alanlar çox olur, apar bunu qabda saxla, sənə təzədən 30 dənə meyvə verəcək. Xeyr, elə bir söz deməmişəm. Əgər sizə kimsə qarşınıza çıxsa ki, bunun belə ki, ağacın üstündə 6-8 dənə meyvə var, apar bunu ağaçda saxla, üstündə 30 dənə, 50 dənə meyvə verəcək, yanlış işidir. Bu, bunun satış məqsədindən əkilir. Ondan sonraki partiyada sizin qalır. Əgər soyuq bölgələrdəsə də böyük, iri qablar düzəltdirə bilərsiniz və bol günəşli yerdə eləcə saxlaya bilərsiniz. Amma ən yaxşısı yerə əkməkdir. Yerə əkin canlı tutarsın və düzgün qaydada torpaqla.